Geliş başlayanda sual verdiniz ki, cənab prezidentə Azərbaycana olan bu etimadın, bu diqqətin motivləri nə ilə bağlıdır? Bu dünya liderləri də olur. Baxırlar ki, bugün onların həyəcan təbili çaldıqları bir məsələlərlə bağlı Azərbaycan prezidenti 22 il bundan qabaq nəinki fikir söyləyib, dövlət proqramı qəbul edib. Təsəvvür edirsiniz. Və bu günləri dünya dövlətləri fərqindədirlər ki, beynəlxalq hüquq işləmir. Güclüsənsə haqlısan. Güclü hərbi potensialın varsa səninlə hesablaşırlar. Deməli, silaha hər zaman tələbat. Bu məsələni cənab prezident, bax dediyim kimi, Müdafiə Sənayesi Nazirliyi, belə baxsanız bizim Müdafiə Nazirliyimiz var da, düzdür? Amma o ola əlavə bir Müdafiə Sənayesi Nazirliyi yaradılırsa, deməli, cənab prezident uzağa gedən niyyətləri var. Uzağa gedən niyyətləri var. Strateji düşüncəyə malikdir ki, deməli, bizim özümüzün hərbi sənaye kompleksimiz olmalıdır. Biz özümüzü silah-sursatla təmin etməli və hətta ixrac etməliyik. Biz yeni ixrac istiqaməti müəyyənləşdiririk, yaradırıq, müdafiə sənayesi məhsulları. Bax, indi dövlət başçıları gəlirlər, bizim dövlət başçısı ilə bu sahədə əməkdaşlıq etmək istəyirlər. Mənim yadımda bir neçə il bundan öncə cənab İlham Əliyevin çıxışında çox unikal bir tez irəli sözdür. Dedi ki, biz çalışıb bundan sonra müdafiə sənayemizi elə inkişaf etdirməliyik ki, dünya bazarında ildə təxminən 150-200 milyon dollarda silah satışını əldə edək. Bu mümkündürmü? Niyə bunu söylədi? Dedi, mümkündür. Niyə sualı belə qoydu? Çünki dünya silah bazarında ənənəvi monopolistlər var, inhisarçılar var. Birləşmiş Ştatlardır, Rusiyadır, Fransadır, Böyük Britaniyadır, İsraildir, Türkiyədir, sonralar bu bazarda möhkəmlənib. Bu ölkələr xüsusilə, məsələn, Çexyanın özü də bu sahədə böyük potensialı var. Amma belə bir bazara, onların əsas oyuncu olduğu bazara girmək asan məsələ deyil. Gəlsən, elə bir məhsulla girərsən ki, sənin qarşından zədə şlyapanı çıxarsınlar ki, bu ürün gəlin. Bu çox çətin, çox mürəkkəb məsələdir. Və cənab prezident təhlillərinin nəticəsi olaraq söylədi ki, bu günləri silah bazarında söz sahibi olan dövlətlərin başı qarşı müharibələrə. Məsələn, Rusiya-Ukrayna müharibəsini götürək. Bu müharibədə silah bazarında əsas söz sahibləri olan Rusiya daha dünya bazarına silah çıxarmaq heç xəyalına düşə bilmir. Niyə? Çünki Ukrayna müharibəsi 5-ci ilə keçir. Onun bütün bu sahədə enerjisini əlindən alır. Silah istehsalın olursa o müharibəyə gedir, düzdür? Daha satışa çıxarmaq halında deyil. Birləşmiş Ştatlar indi təsəvvür edin ki, silah-sursatının böyük bir hissəsini göndərdi Ukrayna cəbhəsinə. Avropa ölkələri alırdı, özü birbaşa göndərirdi. İndi daha çox Avropa ölkələrini alır. İndi də İrana gedir və siz fikir verirsiniz, çox böyük bu istiqamətdə xərclərdir və hətta silah çatışmamazlığı, raket məsələlərində müəyyən problemlər üzə çıxmaqdadır. Yəni, dünya satış bazarına çıxarmaq yox, gündəlik tələbatını ödəməklə məşğuldur müharibə reallığında. Və analoji vəziyyət məlum olur ki, Birləşmiş Ştatlar 80 ildir ki, Avropa ölkələrini qoruyur, hərbi çətizdir. Bunların Avropa ölkələrinin özünün lazımi səviyyədə silah-sursatı yoxdur. Bunlar üzə çıxır. Və bütün bu reallıqları, İsrailin özü sizə söylədim ki, dünya bazarının əsas oyunculardan biridir. Və hətta mənim yadımdadır, biz İsraildə, Təl-Əvivdə beynəlxalq bir konferansda iştirak edirdik. O zaman hələ o köhnə Dağlıq Qarabağ münaqişəsi ki, ona deyildik. O zaman o məsələlər müzakirə edilirdi. Və o zaman bizə oranın ekspertlərinin biri nə söylədik ki, sizin bu Müdafiə Nazirliyiniz niyə şəhərin mərkəzində, Təl-Əvivin mərkəzindədir, tikanlı məftillər və s. Yəni, şəhərin arxitekturasını, gözəlliyini pozur. Belə bir sual verdik. Bizə qarşılığında cavab verdi ki, bu ideya çox müzakirə olunub. Fikir olub ki, gəlin Müdafiə Nazirliyi şəhərin kənarına ataq, şəhərin mərkəzində olmasın. Amma bu ideya sonunda qəbul edilməyib. Deyir, niyə? Çünki deyir, məsələn, bizdə gedirsən pinəçiyə, deyirsən ki, mənə bir sifariş versən, ayaqqabı tik, və onun sifarişini də verirsən. O tikəndən sonra, sonda görürsən ki, tikdiyi ayaqqabı tanka oxşayır. Niyə? Çünki düşüncə daha çox hərbidir. Hərbi düşüncədir. Ona görə biz onu dəyişmirik. Bizim düşüncəmiz daha çox belədir. Çünki biz deyir, həmişə təhlükə, təhdid altındayıq və ona görə bizim düşüncəmiz belə olmalı. Biz həmişə güclü olmalıyıq. Və İsrail o qədər güclənib ki, hətta dünya bazarında, silah bazarında əsas söz sahiblərindən biri idi.
mən indi niyə bir idi deyirəm? Çünki İranla müharibədə çoxlu silah-sursat xərcləyib və onların da dünya bazarına çıxarmağa elə bir silah-sursatı yoxdur. Bax, bu reallıqda deməli bazarda tələbat var. İllər öncə, ona görə mən deyirəm, cənab prezidentin mövqeləri, bəzən proqnozları o qədər 99.9 yox, 100% təsdiqini tapır. İllər öncə söyləmiş ki, biz Azərbaycanın müdafiə sənayesini, hərbi müdafiə sənayesini o səviyyəyə qaldırmalıyıq ki, dünya bazarında biz mövqelər əldə edilir və bunun üçün proseslər göstərir ki, buna bizim imkanımız, potensialımız var. Və indi bugünkü reallıqda 2026-cı reallığında baş verənlərə baxırsan ki, cənab prezident bunun hamısını görürmüş. Və görülmüş və bugün 20-dən çox yeni hərbi zavod istifadəyə verilib son illərdə. Bizim 1000 adda bizim öz məhsullarımız istehsal olunur, hərbi məhsullarımız. Onlar dünya bazarında satışa çıxarılır. Bunlar hamısı unikal məsələlərdir və Azərbaycan prezidentinə olan siz sual verirsiniz ki, bu hörmətin, bu izzətin, bu diqqətin motivləri nədir? Onu bir şəxsiyyət kimi qəbul edirlər, atdığı addımlara baxırlar və siz yəqin ki, cənab Vučićin Serbiya prezidentinin xatırlayırsınız fikirlərini. Deyir, mən problemlər üz-üzə qalanda deyirəm, görəsəm bu məsələni cənab İlham Əliyev necə həll edərdi və ondan soruşuram, ondan çıxış yollarını arzulayıram, soruşmaq istəyirəm və soruşuram da. Çünki cənab prezident o deyir ki, dahi şəxsiyyətdir. Yəni biz bilirik dahi şəxsiyyətdir, biz bilirik tarix şəxsiyyətdir. Amma başqa bir Avropa dövlətinin lideri bunu söyləyirsə, bunların böyük mənası və əhəmiyyəti var.